Axşamınız xeyir. Misli Premier Ligası finish xəttinə çatmaq üzrədir. Son 2 tur qalıb və biz 35-ci tura bugün start veririk. Paralel olaraq 3 qarşılaşma bugün keçirilir və onlardan biri Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutacaq. Sumqayıt Turan Tovuzu qəbul edəcək. Turun afişası ekranlarınızda. Sumqayıt Turan Tovuz, Zirə Sabah və Şamaxı Araz Naxçıvan. Bu 3 maç eyni saatda bugün saat 17:00-da başlayacaq. Nəyə görə bu 3 maç? Çünki müəyyən hədəflər eynidir. Maç başladı. Sumqayıt Turan Tovuza qarşı. Mərkəzə ötürmə. Roy Kehat. Kehatdan dərhal irəli. Vasquez. Uzaqdan zərbə. Xaçayevdən sol cinaha. Təkrar ötürmə yaxşı alınır. Murad Xaçayev sol cinahdan cərimə meydançasına. Kehat yüksəlsə də zərbəsi alınmır. Üstəlik qaydanı pozur burada İsmail Zülfüqarlıya qarşı. Həqiqətən daha dinamikdir Sumqayıt. Və hücumları da fərqli tərzdə təşkil edir. Ötürdü bir qədər geri. Karayişvilidən sola. Vasquez yoxluyur özü. Top qapıdan yan keçir. Komanda yoldaşlarının onu axtarmasını istəyirdi. İndi elə Rəhimdir. Topla ötürməni etdi cərimə meydançasına. İsmail Zülfüqarlı ötürməsi. Rəhim zərbə və bu da Turan Tovuzun ilk təhlükəli hücumu. Hər şey Sumqayıtın top itkisindən başladı və Rəhim Sadıqovun zərbəsi ilə yekunlaşdı. Alınmadı zərbə istədiyi kimi. Bax burada artıq topu itirmişdi Sumqayıt. Elə Rəhim Sadıqov bu hücumu canlandırdı. İrəli ünvanlayır. Burada yaxşı oynayır. Hayderson Hurtado. Yoxdur qayda pozuntusu. Davam edə bilər Turan Tovuz. Zərbə qapıya. Uzaqlaşdırır topu Xəyal. Daha bir ötürmə və bu dəfə müdafiəçilər yaxşı oynayır. Ayxan Hüseynov. Çərçivəyə ilk zərbənin müəllifi oldu bu maçda. Ötürmə gəlir. Başla zərbə və top qapıdan keçir. Bilmədim kim, amma topu Sumqayıtın qapısından keçirdi. Bu standart vəziyyət zamanı müdafiə oluna bilmədi. Sumqayıt və Hakman təbrikləri qəbul edir. Turan Tovuzun 15 nömrəli futbolçusu Emanuel Hakman. Baxacaq təkrara. Burada həqiqətən çox böyük bir qarışıqlıq var. Hətta ilk zərbədən sonra top elə Turan Tovuzun öz futbolçusu Alex Souza'ya dəyərək. Alex Souza'ya dəyədi, fikir verin sonra. Bax belə bir neçə futbolçu da daha toxundu topa. Burada fikir verin, Alex'dən qaydan top. Burada Hurtado'nun cəhdi var idi. Sumqayıt futbolçularından da kiməsə dəydi top. Amma nəticədə ən sonda Emanuel Hakman topu qapıdan keçirdi. Turan Tovuz hesabı açır Sumqayıt səfərində. Ötürməsi geri dəqiq indi. Burada ikinci gol şansı var. Turan Tovuzda zərbə və Xəyal Fərzullayev xilas edir. İkinci isə başladı. Sumqayıt Turan Tovuz. Hesab 0-1 qonaqların xeyrinə. Və bu da əlbəttə Avrokuboklara düşmək baxımından çox önəmli məsələdir. İndi zərbə gəlir qapıya. Top qapıdan yan keçir. Cristian da Silva yoxladı. Ona qədər İsmail Zülfüqarlının da fürsəti var idi. İlk cəhd ikinci hissədə Turan Tovuzdan gəlir. Burada oyundan kənar vəziyyət yox idi. Çünki ofsaytda deyildi Ayxan Hüseynov. Serrano isə heç bir müdaxilə etmədi topa. Roy Kehat idi bu. Amma nəticədə geridəyə götürmə Rəhim Sadıqovdan. Nihat'ın zərbəsi və Sergey Samokunsayevi Sumqayıtın ilk təhlükəli epizodu bu maçda gözəl alındı. Nihat Əhmədzadənin zərbəsi və Sergey Samok xilas etdi.
İşarə verilir. Ayxanın ötürməsi, zərbə və yenə burada Turan Tovuzun müdafiəçiləri bu standart vəziyyətdən nəsə əldə etməyə çalışırdılar və az qala alınacaqdı. İndi isə Sumqayıtın əks hücumu da artıq Ronaldo Vazquez əla sürət yığdı, özünü çatdırdı. Cristiano da Silva nə qədər ona mane olmağa çalışsa da yerlə ötürmə. Murad Xaçayev. Xaçayev cərimə meydançasına zərbə qapı istiqamətinə, qapıya və uzaqlaşdırılır top. Elvin Bədəlov cəhd etdi burada. Karaishvili topu yenə düşür onun önünə. Ötürməsi irəli Ronaldo Vazquez qəbul edir. Amma çox uğursuz bir zərbə Sumqayıt futbolçusundan. İsmail, onun ötürməsi Ayxan cərimə meydançasında qəbul etdi. Ayxanın zərbəsi və Xəyaldan növbəti seyv. Xəyal Fərzullayev ikinci dəfə bugün komandasını qoldan xilas edir. Əla reaksiya verdi bu topa. Cərimə meydançasına ötürmə. Zərbə qapıya. Top qapının üstündən keçir. Səbuhi Abdullazadə özünü gəldi, yetirdi, amma zərbəsi alınmadı. Və bununla da maç yekunlaşır. Turan Tovuz 1-0 hesablı qələbə qazanır səfərdə Sumqayıt üzərində.